Elvin Cəfərquliyevi bağışlamaq olarmı? Bu suala cavabı əlbəttə ancaq Qurban Qurbanov bilir. Amma sizə elə gəlmir ki, Elvin sadəcə olaraq Qarabağdan getmək istəyir. Bilmirəm ona qarşı nə məhdudiyyətlər qoyulur, o özünü orada necə hiss eləyir. Hər halda son vaxtlar Elvin çox artırıb. Milli komandanın, klubun, ümumiyyətlə Azərbaycan futbolunun bir nömrəli oyunçusuna çevrilib. Onun yanında demək olar ki, ətrafında rəqabəti yoxdur. Legionerlərdən danışmıram. Öz futbolçularımızdan danışıram. Diqqətlə baxsaq, Bəhlul, Emin, Renat, Mahir heç biri o səviyyədə deyil. Elvin şəksiz olaraq Azərbaycan futbolunun bir nömrəli oyuncusudur. Və bunu həm Qarabağda dərk edirlər, həm milli komandada. Nahaq yerə dünənləri Ayxan Abbasov Elvinin müdafiəsindən çıxmayıb ki, o özü də başa düşür ki, Elvinsiz milli çətin olacaq. Və Elvin əgər doğrudan da Qarabağdan getmək istəyirsə, bunu klub başa düşməlidir. Mən futbolçunun tərəfini saxlamıram. Sadəcə olaraq mən bir şey bilirəm ki, əgər oyuncu nəyəsə bir qərar verirsə və o hansısa klubu tərk etmək istəyirsə, onun qabağını saxlamağın mənası yoxdur. Onu sadəcə olaraq buraxmaq lazımdır. Ya yaxşı pulla, ya yaxşı müqavilə ilə, ya yaxşı şərtlərlə. Sadəcə olaraq bu səviyyəyə Elvin Qarabağda gəlib çıxıb və kluba nə qədər sərf eləyəcəksə, futbolçu ilə danışıqlara gedərək futbolçunu buraxmaq lazımdır. Elvin başqa klubda oynaya bilərsə, qoy gedib oynasın. Və nə edirsə özünə edir. Yaxşı mənada da, pis mənada da. Görə indi futbolçunun gələcək karyerası necə olacaq?